Bu 2 dollarlıq əskinas dünən, yəni oktyabrın 9-da inanılmaz qiymətə 2880 dollara, bizim pulla hardasa 4890 manata çekiş altına gəlib. Bu adi dolları belə bahalı edən 3-cü çap elementləri, yəni prefiks və seriya nömrəsi, həmçinin ştampların başayaq çap olunmasıdır. Belə xətalar inverted overprint error adlanır və Amerikalı kolleksiyaçılar bu kimi əskinazları qaranlıqda işıq axtaran kimi axtarırlar. Bu 20 dollarlıq əskinazın isə üz hissəsinə nəzər salanda anormal bir şey gözə dəymir. Sadəcə müəyyən müddət ciblərdə və əllərdə gəzib deyə cağlığını itirib. Hər şey arxa hissəsini çevirəndə aydın olur. Dizaynın belə qalınlaşması və bulanıq görsənməsi onun səhvən ardıcıl 2 dəfə çap olunması ilə əlaqədardır. Üstəlik ikinci çapda mərkəzdən qaçma 3 mm sola doğrulub deyə bu cür ikiləşmə meydana gəlib. Bu 20 dollarlıq əskinaz oktyabrın 9-da 2760 dollara, bizim pulla 4692 manata satılıb. Videonu bəyənməyi unutmayın.